Hər vaxtınız xeyir gözəl insanlar. Bax, rozmarinlərimiz həmişə satışda var. Rozmarin əslində həm dərman vasitəsi kimi istifadə olunur, həm çaylarda istifadə olunur, həm xörəklərdə istifadə olunur, həm saçlara çox xeyirlidir. Rozmarin həm bitkidir, həm ağacdır. Kimlər ki deyir ki, bunu aparıb dipçəkdə saxlamaq olar? Xeyr, yanlış bir şeydir. Bunların kök həcmi böyük olan bitkilərdir. Heç vaxt otaq şəklində saxlamaq olar, amma sərin bir şəraitdə və qabdan qaba çevirərək. Məsləhət görülür ki, yerə əkilməsi. Yerə əkiləndə çox qəşəng olur, böyüyür, yaxşı ağac olur və istənilən vaxt yarpaqlardan rahat istifadə edə bilərik. Əgər otaq şəklində saxlasaq, bol günəşli yer və sərin şərait, sərin, soyuq şəraitdə saxlaya bilərsiniz. İri dipçəklərdə. Amma məsləhət görülür ki, yerə əkilmək. Kimlər ki ehtiyac olsa, hal-hazırda da satışda varımızdır. Buyurun ünvana gəlib əldə edə bilərsiniz.